Azərbaycanın Rumuniyadakı səfirliyinin təşkilatçılığı ilə 8 noyabr Zəfər günü münasibətindən Buxarestdə rəsmi qəbul keçirilib. Səfir Qüdüs Osmanov tədbirdə çıxış edərək Zəfər gününün Azərbaycan xalqının milli qürur və iftixar tarixi olduğunu vurğulayıb. O bildirib ki, Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edib, ölkənin ərazi bütövlüyünü təmin edib. Sonra çıxış edən Rumıniya Baş Nazirinin müavini Marian Niakşu Azərbaycan xalqına Zəfər günü münasibətindən təbriklərini çatdırıb. O bildirib ki, Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanır. Marian Niakşu deyib ki, Rumıniya Azərbaycana regionda sabitliyin və inkişafın təmin olunmasında mühüm tərəfdaş hesab edir. Bu əməkdaşlıq gələcəkdə daha da genişlənəcək. Daha sonra Türkiyənin Rumuniyadakı səfiri Özgür Kıvanç Altan çıxış edərək Azərbaycan xalqının Zəfər günü münasibətindən təbrik edib. O bildirib ki, Azərbaycanın 2020-ci ildə qazandığı tarixi qələbə Türk dünyasının birliyini və qardaşlığını daha da möhkəmləndirib. Azərbaycan xalqını bu tarixi gün münasibətindən təbrik edən Rumıniya Müsəlman İcmasının müftisi Yusuf Marat, Zəfər gününün təkcə ölkəmizin deyil, bütün müsəlman dünyasının qürur günü olduğunu bildirib. Ziyafət bədii proqramla davam edib.